Ləman, bəs sosial fəaliyyətin necə? Universitetdə təbii ki, akademik təhsil həyatı vacibdir, amma sənin müəyyən bacarıqlarını inkişaf etməsi üçün müəyyən sosial fəaliyyətlərdə də iştirak etməyi tələbələrin vacibdir. Könüllülük proqramları olsun və yaxud da universitetdə bəzi klublar olur, onlara üzv olan tələbələr var. Sənin belə bir təcrübən varmı? Bizdə universitetdə 40-a yaxın tələbə klubları var. Bunlardan ən fəalları məsələn SPD, Society of Petroleum Engineers. Onlar sənə kimya mühəndisliyi, neft-qaz mühəndisliyi haqqında geniş məlumat toplamağın üçün kurslar keçirlər, dərs kursları. Mən özüm universitetdə Art Club'ın prezidenti idim bir müddət. Daha sonra Halt Prize klubu var bizdə. Halt Prize nədir desəz, qlobal startup yarışıdır və Halt Prize'ın özünün hər ölkədə, hər fərqli universitetlərdə öz klubları olur və Azərbaycan üzrə nümayəndəlik biz sayılırıq. Və mən orada kampüs deputy direktor olaraq fəaliyyət göstərirəm. Hansı ki, bu fəaliyyətin sonunda sənə beynəlxalq sertifikat verirlər. Bundan əlavə olaraq, təbii ki, bütün universitetlərdə olduğu kimi bizdə də tələbə gənclər təşkilatı var və onlar da çox fəal şəkildə fəaliyyət göstərirlər. Bundan əlavə olaraq ilk könüllülüyümü Isaac Azərbaycanda eləmişəm. Isaac nədir desəz, beynəlxalq könüllülük və mübadilə platformasıdır. Siz burada Azərbaycanda olan insanlarla danışırsınız və xaricdə olan layihələri onlara tövsiyə edirsiniz ki, məsələn, bu sənə uyğundur, sən burada volunteer olaraq gedib iştirak edə bilərsən, ya da işçi olaraq hər hansı bir ölkəyə gedə bilərsən. Məsələn, mən danışdığım bir nəfər var idi. Onu biz Serbiyada sivil injiner olaraq 2 illik layihəyə göndərdik və səhv etmirəmsə keçən il qayıtdı. Onu da əlavə etmək istəyirəm ki, bizdə universitetdə məsələn fərqli layihələr var, hansı ki, həm lokal, həm qlobal yarışlarda müxtəlif yerlər tuturlar. Mən özüm məsələn 2 layihənin həm təsisçisiyəm. Biri Metais layihəsidir, hansı ki, bu layihə sənaye sularının tərkibini təmizləyir və onları təzədən sənayeyə qaytarır. Biz bu layihə ilə Azərbaycandakı yarışlarda 1-ci və 2-ci illər qazanmışıq. Bundan əlavə olaraq konfranslarda iştirak etmişik. Həmçinin Özbəkistanda bu layihənin məqaləsi dərc olunub. Bundan əlavə olaraq da keçən il Teknofest İstanbulda 4-cü ilə çıxmışıq. Həmçinin yeni layihəmiz olan 4-5 aydır fəaliyyət göstərən Ecolite layihəmiz də var. Bu isə batareya elektrolitləri hazırlayır. Yəni batareyaların ömrünü artırırıq bir növ və onların yanğına qarşı stabilliyini artırırıq. Bu layihə isə Kobiyadan qrant qazanıb. Kobiyanın təşkil etdiyi 7-ci qrant müsabiqəsinin qalibidir. Nə gözəl. Və sən təsis etmisən bu layihəni. Çox gözəl. Sənin üçün də həqiqətən də gələcək iş karyeranda CV-ndə xüsusi yer tutacaq bir belə deyək də təcrübə olub. Həmçinin bu layihə Amerika tərəfindən Gürcüstanda keçirilmiş GIST Innovate inkubasiya proqramında uğurla tamamlayıb. Qeyd etmək istəyirəm ki, ora Azərbaycandan 7 startap seçilmişdi və onlardan biri də biz idi. Həmçinin o yarışa banımdan 5 komanda getmişdi. 7 komandanın 5-i artıq banımlı idi və biri birinci yer tutmuşdu. Əla Ləman, bəs magistra hazırlaşmağı düşünürsənmi? Və hazırlaşsan bu sahə üzrə davam etdirəsən ixtisasını, yoxsa fərqli sahəyə yönəlməyi düşünürsən? Magistr təbii ki, hazırlaşma planlaşdırıram. Artıq 2-3 ay sonra hazırlıqlar başlayacaq. Əgər Azərbaycanda qalsam, təbii ki, istəyirəm ki, yenidən banımda təhsil alım, magistr təhsilimi banımda davam etdirim. Yox, əgər xaricə getsəm, Böyük Britaniya ya da Çin kimi innovasiya sahəsində inkişaf etmiş ölkələrdə təhsil almaq istəyirəm. Xaricə getməyi təqaüdlə yəqin ki, düşünürsən? Dövlət proqramı ilə. Aha, dövlət proqramı ilə. Başqa təqaüdlər varmı? Sizin sırf ixtisasınız üzrə təqaüd verən belə deyək, proqramlar varmı? Əslində Böyük Britaniya ilə daha çox maraqlanmışam. Orada British Council-ın Women in STEM təqaüdü var, hansı ki, sənin yaşayış xərclərini, universitet xərclərini qarşılayır və sonda sənə məsələn 2 il imkan yaradır ki, orada işləyəsən. Daha sonra təbii ki, qayıdarsan. Belə deyim, daha sonra qayıtmaq onlar təqaüd özü deyil. Məsələn, dövlət proqramında belədir ki, sən təqaüdlə təhsil aldıqdan sonra mütləq Azərbaycana qayıdıb və burada müəyyən qədər işləməlisən. Digər təqaüddə də eynisidir, onu da mən belə başa düşdüm, hə? 2 il orada işləyən, daha sonra bura qayıtmalısan. Yəni maksimum 2 il işləyə bilərsən. Aha, okey, aydındır.